Salam, hər vaxtınız xeyir olsun. Mən Şəfəq müəllimə bugün ABC biologiya sınaq toplusundan 10-cu bölmənin sınaq 2-nin izahına baxırıq. Cədvəldə ayrı-ayrı onurğalı heyvan növlərinin xüsusiyyəti verilmişdir. Bununla bağlı hansı fikri söyləmək olmaz? Canlının adı X, Y, Z, skeletlərində hər birinin daxili skeleti var, amma ürək kameralarının sayı 2, 3, 4, inkişafı dolayı və düzünə şəkildədir. Baxırıq ki, X nə ola bilər? Təbii ki, X balıq ola bilər, çünki ürək kamerası bir qulaqcıq, bir mədəcik sürfə mərhələsi olduğuna görə dolayıdır. Y-də isə skelet daxil edir, ürək kameralarının sayı 3 ola bilər. Söhbət burada gedə bilər sürünənlərdən və amfibilərdən. Sadəcə sürünənlərdə sürfə mərhələsi yoxdur deyə inkişaf düzünədir. Amma suda qurda yaşayanlarda isə dolayıdır. Yəni bura biz nə yazarıq? Amfibi. Növbətidə Z-də daxili skeleti var, ürək kameralarının sayı 4-dür, inkişafı düzünədir. Mən bura timsahda yaza bilərəm, bura quşda yaza bilərəm və məməli də yaza bilərəm. Və bilirik ki, heç birində də sürfə mərhələsi olmadığına görə dolayı inkişaf yoxdur, düzünədir. Və bizdən söyləmək olmaz fikri soruşulur. X canlısında, yəni balıqda döş qəfəsi ola bilməz. Əlbəttə ki, yoxdur. Bu fikir doğrudur. Y, yəni amfibilərdə 3 cüt göz qapağı ola bilər fikri doğrudur. Z canlısı dedikdə timsah, quş, məməli nəzərdə tutulur və doğrudan da hər birində 2 qan dövranı var. Bu da doğrudur. Z canlısı soyuqqanlı ola bilməz fikri əlbəttə ki, yanlışdır. Burada sürünəndən söhbət gedirsə timsahdan, doğrudan da soyuqqanlı ola bilər. Amma burada ola bilməz dediyinə görə səhvdir. Y canlısı, yəni amfibidə kloaka ola bilər fikri doğrudur. Bu da getdi. Hansı fikir yanlışdır? Əvvəla görürük ki, hər biri döş qəfəsindən danışır. Döş qəfəsinin tərkibinə nə daxildir? Bir dənə döş sümüyü daxildir. Plus döş fəqərələri aiddir. Plus qabırğalara aiddir. Deməli, döş sümüyü birdən olur. Döş fəqərəsi x sayda olduqda qabırğalar onun 2 qatı sayda olmuş olur. 1 üstəgəl 2 üstəgəl 2x sayda. Döş qəfəsinə malik bütün canlılar onurğalıdırlar. Əlbəttə. Döş qəfəsinə malik bütün canlılar xordalıdır. Doğrudan da xordalların döş qəfəsi var. Döş qəfəsi olan bütün canlılarda döş sümüyü var. Baxın, tərkibində döş sümüyü var. Doğrudur. Döş sümüyü olan bütün canlılarda döş qəfəsi var. Axı, amfibilərdə biz demişik ki, döş sümüyü var, amma döş qəfəsinin tərkibində deyil. Döş sümüyü ön ətrafın qurşaq hissəsinə aiddir. Yəni, 2-də cavab D variantıdır. Döş qəfəsinə malik bütün canlılarda döş fəqərəsi var. Döş qəfəsinə malik bütün canlılarda əlbəttə ki, baxın, döş fəqərəsi var. Ona görə də bu da fikir doğrudur. Bizdən də yanlış istədiyinə görə D variantını götürürük. Aşağıdakılardan hansılar xanı balığı və göl qurbağasının qan dövranları üçün ümumi xüsusiyyət deyildir? Xanı balığının bir qan dövranı var. Ürəyi 2 kameralıdır. Ürəyindən qarın aortası çıxır. Qəlsəmələrinə venoz qan daşınır, arterial qan çıxmış olur. Göl qurbağasının ürəyi 3 kameralıdır, 2 qan dövranına malik olur. Gəlin baxaq variantlara və deyil soruşulur. Qanın ürəkdən arteriya damarı ilə çıxması. Doğrudan da həm balıqda, xanı balığında qarın aortası vasitəsilə çıxır, göl qurbağasının isə arteriya damarı ilə çıxmış olur. Bu fikir ikisi üçün də doğrudur. Qanın tənəffüs orqanından vena damarları ilə bilavasitə ürəyə qayıtması yalnız balıqlara aid deyil. Göl qurbağasından sonra digər canlılara aiddir. Ona görə bu fikir deyil kimi götürürük. Venoz qanın vena damarı ilə ürəyə qayıtması həm balıq üçün, həm qurbağa üçün doğru olduğuna görə bu fikir ikisi üçün də ortaqdır. Qanın tənəffüs orqanından arteriya damarına keçməsi belə deyək, bu tənəffüs orqanından arteriya damarına keçməsi bu balıq üçün doğrudur. Balıq üçün. Yəni ortaq xüsusiyyət deyildir. Burada cavabımız Y variantı olacaq. Bəs qurbağada hara keçir qanın tənəffüs orqanından sonra? Vena damarları vasitəsilə ürəyin sol tərəfinə qayıtmış olur. Yaxşı, bədən temperaturu ətraf mühitdən asılıdır. Təbii ki, quşlar sabit bədən temperaturuna malikdir, ev iti məməlilərdir və onlar da sabit bədən temperaturuna malikdir. Sürünənlər, balıqlar, qurbağalar, bunlar yəni ətraf mühitdən bədən temperaturu asılıdır. Xanı balığında qanın hərəkət istiqamətinin düzgün ardıcıllığını seçin.
Biz bilirik ki, qulaqçıqdan sonra mədəciyə qan axır. Mədəcikdən sonra qarın aortası vasitəsilə ürəkdə olan venoz qan qarın aortasına vurulur. Qarın aortasından sonra variantlardan seçək, qəlsəmə damarlarına gətirir. Qəlsəmə damarlarında 4 cüt qəlsəmə gətirici arteriyalar vasitəsilə qəlsəmələrdə, qəlsəmə yarpaqçıqlarında, kapilyar şəbəkələrdə oksigenlə zənginləşir. Oksigenlə zənginləşdirdikdən sonra 4 cüt çıxarıcı arteriya vasitəsi ilə qəlsəmə üstü arteriyalara yığılır. Ondan sonra baxırıq 4, 1, 6, 5. Sonra bel arteriyası vasitəsilə bütün bədənə arterial qan dağıdıldıqdan sonra çirklənərək yenidən ürəyə vena damarı vasitəsilə qayıtmış olur. Yəni cavabımız 5-də Y variantıdır. Hər iki tərəfi ilə arteriya damarına birləşmiş kapilyar damarlara hansı canlının tənəffüs orqanında rast gəlmək olar? Təbii ki, burada balıqdan söhbət gedir. Bayaq dediyimiz kimi 4 cüt gətirici arteriya, sonra balığın qəlsəmə yarpaqcıqlarında kapilyar şəbəkə əmələ gətirərək qazlar mübadiləsi getmiş olur. Sonra 4 cüt çıxarıcı arteriya vasitəsilə yenidən təmiz qanı çıxartmış olur. Gördüyümüz kimi gətirici arteriya və çıxarıcı arteriya arasında kapilyar şəbəkə var idi ki, qazlar mübadiləsi getdi. Qanı qarışmayan canlıları seçin. Qanı qarışmayan, birinci qanı qarışanları seçək. Qanı qarışanlar hansılardır? Məsəl üçün, Balkan proteyi qanı qarışanlardandır. Gürzə ilanı qanı qarışanlardandır. Salamandra qanı qarışanlardandır. Ona görə də cavab variantlarından atdıqdan sonra doğrudan da 7-də A variantı qalır. Yəni balıqlardan nərə balığı, 2 neştərçə, 4 göyərçin, 5 ev itində qanı qarışmayan canlılara aiddirlər. 7 A variantı. Şəkildə göstərilən canlıların neçəsində qan qazlarının daşınmasını iştirak etmir? Həmən biz həşəratlar axtarmalıyıq. Həşəratlar 1, 2, başqa da baxırıq ki, yoxdur. Qalanların hamısında qan qazlar mübadiləsində, qazların daşınmasında iştirak edir. Bütün onurğalılara aid edilir. Fərdi inkişafında mütləq ki, xordaya malik olmaları, bütün xordalılara aid edilə bilməz ki, qan dövranı, çünki balıqlarda bir qan dövranı var. Qanın yalnız damarlarla axmasını, təbii ki, bütün onurğalılara baxıram bir dəqiqə, bəli, aid etmək olar. 3. Borlu tipli mərkəzi sinir sisteminə aid etmək olar. Qan dövranında 3 növ qanın dövr etməsini isə aid etmək olmaz. Baxırıq ki, cavabımız 1, 3, 4 və D variantıdır. Şəkildə verilmiş canlı üçün səhv fikri seçin. Şəkildə verilmiş canlı ördək burun ilk məməlidir. İlk məməlilər triasda meydana çıxmışdırlar və bir çox əlamətlər quşlara oxşardır. Həmçinin kloakasının olması məməlilərin quşlara oxşatdığı xüsusiyyətdir. Məməli olduğu üçün balalarını südlə bəsləyirlər. Yumurta qoymaqlarını çoxalırlar, bəli. Yarımsu həyat tərzi keçirir. Özümə pərdələri var deyə yaxşı da üzə bilirlər. Yaxşı inkişaf etmiş lələk örtüyü ancaq quşlarda rast gəlinir. Şəkildə gördüyümüz Exidnada sıx tük örtüyü var. Şəkildəki canlı haqqında verilən fikirlərdən neçəsi doğrudur? Şəkildə göyərçin göstərilmişdir və göyərçinə aid edilən fikirlər neçəsi doğrudur? İkiqat tənəffüs zamanı ağciyər və hava kisələrində qazlar mübadiləsi gedir. Ağciyər doğrudur, amma hava kisələrində qazlar mübadiləsi getmir. Amma belə versəydi ki, hava kisələrdə tənəffüs prosesində iştirak edir, bu doğru olardır. Bu yanlışdır. Rüşeyimin inkişafı ana orqanizmdə başlayıb xaricdə tamamlanır fikri doğrudur. Büzdün fəqərələri bitişikdir. Onlarda büzdün fəqərəsi yoxdur. Quyruq fəqərələrinin birləşməsindən büzdüm sümüyü əmələ gəlmişdir. Ona görə bu fikir səhvdir. Döş sümüyünə 4 ədəd qurşaq sümüyü birləşmişdir. Xeyr, döş sümüyünə yalnız qarğa sümüyü birləşmişdir. Körpücük sümükləri öz aralarında birləşərək çəngəl sümüyü əmələ gətirir. Ucu boşdur və kürək sümükləri isə yuxarıda qalaraq döş sümüyü ilə heç bir birləşmə əmələ gətirmir. Yəni, qısacası 4 yox, 2 olmalıydı. Dərinin qərini törəməsi olan pulcuğa malik ola bilər. Dərinin qərini törəməsi olan pulcuğa malik ola bilər fikri doğrudur. Çünki pulcuğun üzərində, daha doğrusu pəncə lüləsinin üzərində pulcuqlara rast gəlinir. Tük örtüyü sıxdır. Tük örtüyü ancaq məməlilərə aiddir.
Və baxıram ki, rüşeyimin inkişafı ana orqanizmdə başlayıb xaricdə tamamlanır fikri məməlilərdən aid ola bilər yumurta qoyanlara. Yox, yumurta qoyanlar eynən göyərçindəki kimidir, amma rüşeyimin inkişafı ana orqanizmdə başlayıb xaricdə tamamlananlara isə kengurunu misal göstərə bilərik. Ona görə bu da yanlışdır. Cavabımız yalnız bir A variantı. E vitinin skeletində yoxdur. E vitinin skeletində yoxdur. Baxırıq ki, E vitinin skeletində yoxdur. Kürək sümüyü var. Qamış sümüyü var. Qamış, incik var. Mil dirsək var. Körpücük sümüyü əlbəttə ki, yoxdur. Döş sümüyü var. Çünki E vitinin yuxarı ətrafın qurşaq hissəsində ancaq bir cüt kürək sümüyünə rast gəlinmiş olur. Cədvələ əsasən X, Y, Z arasında olan asıllıq hansı bənddə doğru göstərilibdir? Ön ətrafın qurşağında olan sümüklərin növ sayı. Çöl göyərçində 6 dənə sümük var, 3 növdədir. Göl qurbağasında 4 növdədir, 7 dənə sümük var. Bir cüt qarğa, bir cüt körpücük, bir cüt kürək və tək döş sümüyündən ibarətdir. E vitində növ deyirsə bir növdə olacaq və ancaq kürək sümüyünə malik olmuş olacaq. Yəni Y böyükdür X-dan, o da böyükdür Z-dən. Y böyükdür X, böyükdür Z-dən. Cavab D variantıdır. 14-də balığın hansı rəqəmlə verilən beyin şöbələri müvazinət və hərəkət koordinasiyasında iştirak edir? Təbii ki, 1 ön beyindir. 2 baxırıq ki, orta beyindir. 3 müvazinətdə iştirak edən beyincikdir. 4 uzunsol beyindir. 5 isə aralıq beyinidir. Yəni ki, cavabımız 3C variantı olur. Neştərçə haqqında hansı fikir yanlışdır? Bel qan damarı ilə qan quyruğa qədər hərəkət edir. Bizdən yanlışdır istənilir. Mayalanma daxilidir fikri yanlışdır. Çünki kürlərini xaricə tökərək mayalanması da xaricdə gedir. Cüt üzgəcləri olmur fikri doğrudur. Çünki tək bel üzgəci, quyruq üzgəci, quyruq altı üzgəcə malik olur. Aha, bu da doğrudur. Xüsusi hiss orqanları olmur. Bəli, xüsusi hiss orqanları yoxdur. Sadəcə, məsəl üçün, qoxu çökəkliyinə rast gəlinə bilər sinir borusunun ön hissəsində. Bəli, elə Y variantında da dediyimiz, yəni sinir borusunun ön ucunda qoxu çökəkliyi yerləşir. Sonra 16. Deməli, 15-də cavab B variantı. Cədvələ əsasən X canlısının verilən canlılarla hansı sistematik vahiddə birləşdiyi tünd rənglə verilmişdir. Verilən məlumatlara əsasən X verilən canlılardan hansı ola bilər? Çöl göyərçini ilə tipdə xordallar tipində birləşir. Balkan proteyi ilə məməlilər sinifində birləşir. Amma göl qurbağası ilə dəstə olaraq eynidir. Dəstə olaraq eynidirsə, göl qurbağasının yaxınlığında bir şey Qafqaz xaçılcasını götürərik. Çünki koramal elə Çin salamandır məsələn dəstə olaraq fərqlidir. Quyruqlular dəstəsinə aiddir. Biz elə bir canlı seçməliyik ki, o da qurbağa kimi quyruqsuzlar dəstəsinə aid olsun. Ona görə Y variantıdır. Müəyyən ərazidə toplanmış E viti, göyərçin, kərtənkələlərin sayı bir-birinə bərabərdir. Yəni, bu da X-dır, bu da X-dır, bu da X-dır. Bunlardan istiqanlı olanlar hansılardır? E vitidir, bir də göyərçindir. Amma kərtənkələ soyuqqanlıdır. İstiqanlı olanların döş sümüklərinin cəmi 40 ədəd olarsa, yəni ki, onların hərəsində bir dənə döş sümüyü olduğuna görə 2x bərabərdir 40-a, x bərabərdir 20-yə. Deməli, hər birindən say 20-dir, 20-dir, 20-dir. Bütün heyvanların ürək kameralarının cəmi neçə edər? E vitində 4 kamera olduqda vuraram 4 olar 80. Göyərçində 4 kameralı olduqda 80. Kərtənkələdə 3 kameralı olduqda 60. Hamısının cəmini istəyir bizdən. 80, 80, 160. 160-ın üstünə də 60 gəldikdə 220 edər. Yəni, cavabımız 17-də B variantıdır. Xordallar tipinin, onurğalılar yarım tipinin
nümayəndələrinə aid olan baş beyin quruluşları təsvir olunmuşdur. Bayaq da şəkildən göründüyü kimi balıqların baş beyni bu şəkildə verilmişdir. Balıqların baş beyində fikir versək, onlar çox hərəkətlidir və beyincikləri daha yaxşı inkişaf etmişdir. Amma biz aşağıya düşdükdə görürük ki, burada verilən, yəni baş beyin balıqların baş beyni deyil. Çünki onların beyincikləri zəif inkişaf etmişdir. Deməli bu amfibilərin baş beynidir. Digər hissəyə baxdıqda ancaq beyincikləri qırışlıdır, ön beyinləri yaxşı inkişaf etmişdir, orta beyinləri kənardan görünür, ancaq üstdən baxdıqda görünməyən yaşıl hissə ilə verilmiş ara beynidir ki, yalnız quşlarda ara beyni gizlənmiş vəziyyətdə olur və yalnız beyinciklərin üzəri qırışlı qabıqla örtülür. Deməli, nədən söhbət gedir? Quşlardan. Və məməlilərdə də artıq beyinlərin üzəri qırışlı qabıqla örtülmüşdür. Verilən ifadələrdən hansıları yanlışdır? İkinci canlıda ilk dəfə xarici qulaq keçəcəyi əmələ gəlmişdir. Biz bilirik ki, ilk dəfə triasda təsvir olunmuşdur və yanlış fikirləri istəyir. İkinci canlıda ilk dəfə xarici qulaq keçəcəyi əmələ gəlmişdir. Xarici qulaq keçəcəyi triasda ilk dəfə məməlilərdə əmələ gəlmişdir. Demək ki, bir nədir? Yanlışdır. Və 2. Üçüncü canlı əzələli diafraqmaya malikdir. Bəli, məməlilərdə əzələli diafraqma var. Hər üç canlını birləşdirən ən kiçik sistematik kateqoriya yarım tipdir. Bilik ki, xordallar tipinin 3 yarım tipi var. Kəlləllər, kəlləsizlər, sürfəsi xordallar. Bunlar da kəlləllər yarım tipinin 3 ayrı-ayrı sinifləridir. Amfibilər, quşlar, məməlilər. 4. İkinci canlının beyin yarımkürələri qırışlıdır. Söhbət 3-cü şəkildən getməli idi. Ona görə bu yanlış fikirdir. Birinci canlının, yəni amfibinin aid olduğu sinifin nümayəndələrində ilk dəfə embrional inkişafda borulu sümük embrional olmamalı idi, post embrional olmalı idi, yoxsa bu fikir sürünənlərə aid olmalı idi. Ona görə də yanlış cavablarımız A variantıdır. Çöl göyərçinində olan caynaqlı barmaqların sayı ilə bilirik ki, arxada 4-4 caynaqlı barmaqlardır. Öndə 3-3 caynaqsız barmaqlardır. Aha, 3-3 caynaqsız barmaqlardır. Sayı ilə çöl göyərçinində olan caynaqlı barmaqların sayı ilə göl qurbağasında olan üzmə pərdələrinin, göl qurbağasının arxa ətrafları 5-5-dir. Hərəsində 4-4 olmaqla üzmə pərdələri var. Yəni 8 dənə üzmə pərdələri var. Sayının cəmi neçə edərdir? Cavabımız B variantı 16. Sidik hissəsinə malikdir. Sidik hissəsi biz bilirik ki, neştərçədə metanefridial tipli ifrazat sisteminə rast gəlinir. Onlarda sidik hissəsinə söz gedə bilməz və digərlərində sidik hissəsi vardır. Göl qurbağasında da, kərtənkələdə də sidik hissəsi vardır. Bilirik ki, xordallar tipindən quşlarda uçma ilə əlaqədar olaraq sidik hissələri yox idi. Yəni, baxırıq variantlardan 1, 2, 4 D variantı. Sürünən heyvanın döş qəfəsində olan sümüklərin cəmi 43 ədəddir. Bu heyvanın qabırğalarının cəmi neçə ədəddir? Bayaq da yazdığımız kimi döş fəqərələri üstəgəl, qabırğalar, üstəgəl döş sümüyü bərabərdir. Deməli, 43 dedik. Döş fəqərələri həmişə x olanda qabırğaları 2x-dir, döş sümüyü isə 1-dir. Yəni, x üstəgəl 2x, 3x, 3x üstəgəl 1 bərabərdir 43-dürsə, 3x bərabərdir 42-dir, x də bərabərdir 1, 4. Yəni, x-imiz 14-ə bərabərdir. Biz bilirik ki, x döş fəqərəsinə aiddir, 2x isə qabırğaya aiddir. 2-ni vuraram 14-ə, bərabər edər 28-ə. Yəni, 21-də cavabımız C variantı olar. Bərabər sayda götürülmüş göl qurbağası, yəni bu da x-dir, kərtənkələ də x-dir, eviti də x-dir. Ön ətraflarının qurşaqlarına aid olan sümüklərin cəmi, baxaq. Göl qurbağasında ön ətrafında 7 dənə sümük var. Bir cüt qarğa, bir cüt körpücük, bir cüt kürək, tək döş sümüyü. Zolaqlı kərtənkələdə 6 dənə. Sadəcə döş sümükləri yoxdur. Yəni, əslində var, döş qəfəsinin tərkibindədir. Sadəcə ön ətrafın qurşaq hissəsindən artıq çıxıbdır. Ev itində yalnız kürək sümükləri var, o da 2x olur. Bunları topladıqda
nə qədər edər? 15x bərabərdir 180-ə. 180-i böldükdə x bərabərdir 1 dəfə və 30-un içində 2 dəfə. X-imiz 12 düşür. Bu canlıların ürək kameralarının cəmi neçə olar? Biz də bilirik ki, 12 dənə qurbağa, 12 dənə qurbağa, 12 dənə kərtənkələ, 12 dənə it olduğuna görə qurbağanın ürək kamerası 3-dür. Kərtənkələninki deməli 3-dür və itinki 4-dür. 12-ni 3-ə vurduqda 36, üstəgəl 36, üstəgəl 48. 72-nin də üstünə 48 gəldikdə cavabımız olar 120 A variantı. Aha, yəni ki 12-ni vurun 3-ə, 12-ni vurun 3-ə, 12-ni vurun 4-ə topladıqda 120 edəcək cavab. 36, 36, 48 topladıqda 120 etdi. Doğru ifadələri seçin. Amfibilər haqqında x doğru, y doğru, z mənfi, t mənfi. Baxaq görək hansı fikirlər doğrudur. Baxırıq ki, x inkişafı dolayı yolla gedir. X-a müsbət qoyduğuna görə fikir doğrudur. Deməli, bu da doğrudur. Y müsbət qoyubdur. Tritonla eyni dəstəyə aiddir. Bu yanlış fikirdir, amma plus qoyduğuna görə yanlışdır. Çünki tritonlar quyruqlar dəstəsidir, amfibilər quyruqsuzlar dəstəsidir. Z-ə baxırıq ki, çıx qoyubdur. Görə fikrimiz nədir bəs? Borulu sümükləri postembrional inkişaf zamanı əmələ gəlir. Amma fikrimiz doğrudur. Həqiqətən də postembrionalda əmələ gəlir. Deməli, bu da zid yarandı. T-yə baxıram nə qoyub? Çıx qoyubdur. Və yazıb ki, beyinciyi zəif inkişaf edibdir. Bu fikir amfibilər üçün düz idi. Mənfi müsbət zid fikirlər olduğuna görə çıx qoyuruq. X-ə nə qoyub? Plus qoyubdur. Dəri əsas tənəffüs sisteminə aid orqandır. Yaxşı, dərini bilirik, tənəffüsdə iştirak edir, amma tənəffüs sisteminə aid orqan deyildir. Beləsinə qalsa dəri hissiyyat orqanıdır. Ona görə bu fikir bir-birindən zid olduğuna görə 23-də cavabımız D variantıdır. Növbəti sualda cədvələ əsasən x, y və z-in qiymətini müvafiq olaraq yazın. Onurğa şöbələrinin sayı boyun, döş, bel, oma, quyruq 5 olacaq. Çiyin qurşağı sümüklərinin cəmi təkcə kürək sümüyü olduğuna görə 2 dənə. Ürək kameralarının sayı 4 dənə. Baxıram ki, cavablardan 24 A variantı. Xordallar sinifinin ən cavan sinifi təbii ki, quşlardır. Bütün nümayəndələrinin süd vəzisi məməlilərə məxsusdur. Qabırğalara malik deyildir. Bu ola bilər qurbağalar. Bizə quşlara aiddir. Diri bala doğmur fikri. Təbii ki, bu fikir doğrudur. Heç bir dənə də olsun nümayəndələri yoxdur ki, o diri bala doğsun. Açıq qan damar sisteminə malikdir fikri səhvdir. Tük örtüyünə malikdir. Bu da məməlilərə aiddir. Səhvdir. Verilən sümüklərdən hansı yalnız birinin tərkibində olar? Körpücük sümüyü yalnız quşlardadır. İncik sümüyü, qamış, incik. Biz bilirik ki, quşlarda baldır sümüyündə ancaq qamış sümüyü olur. Ona görə də bunu itlərə aid edərəm. Döş dili ancaq quşlara aid edərəm. Döş sümüyünü ikisine də aid edərəm. Quyruq fəqərəsini ikisine də aid edərəm. Kürək sümüyünü ikisine də. Deməli, ancaq birində rast gəlinənlər cavab A variantıdır 26-da. 27-ci sual. Şəkildə 3 nöqtə bayaq dedik ki, bu amfibidir, bu quşdur və digəri isə məməlidir. Buna əsasən verilən fikirlərdən hansı doğrudur? İkinci canlının beyin yarımkürələri qırışlıdır. Bu fikir səhv idi. Çünki beyin yarımkürələri qırışlı olması üçün bura 3-cü yazılmalı idi. Birinci səhvdir. Bizdən doğru fikirləri istəyir 27-də. Üçüncü canlı süd vəzlərinə malikdir. Əlbəttə ki, məməli olduğuna görə bu fikir doğrudur. Birinci canlıda mayalanma xaricidir. Amfibi olduğuna görə bu fikir doğrudur. İkinci quş, üçüncü məməli canlının inkişafı tam çevrilmə ilə gedir. Tam çevrilmə ilə gedənlər həşəratlardır. Yumurta, sürfə, pup, yetkin fərd mərhələlərindən ibarət idi. Deməli, 27-də 4-cü səhvdir və cavabımız 2-3 C variantıdır. E vitinin gövdə skeletinə aid olan sümük və ya sümükləri seçin. Kəllə, gövdə skeleti dedikdə nə aid olur? Onurğa başdan başa, onurğa və qabırğalar və döş sümüyü
hamısı birlikdə aid olmuş olur. Ona görə biz burada baxırıq ki, 2 kəllənin skeletidir. 1 ön ətrafın qurşağının olan kürəkdir. 5 ön ətrafın sərbəst hissəsindən olan bazodur. 6 arxa ətrafdan olan qurşaq hissənin çanağıdır. Deməli, onurğaya aid olan 3 və qabırğaya aid olan 4-ü götürərəm. 3, 4 cavab Y variantıdır. 29-da verilmiş heyvanların X, Y, Z cəminin sayları arasındakı münasibət hansı variantda doğru göstərilibdir? Arteriyalarında dövr edən qanın növ sayı. Bir də baxın mən verilmiş heyvanların X, Y, Z cəminin sayları arasında münasibət hansı variantda doğru göstərilibdir? Bəli, bir-bir baxacağıq, görək hansılarda daha çoxdur. Arteriyalarında dövr edən X, Y, Z. Bəli, bildik. Cəminin sayları arasında. Arteriyalarında dövr edən qanın növ sayı pişiklərdə 2-dir. Ətraflarında olan barmaqların sayı 20-dir. Plus, ürək boşluqlarında dövr edən qan növ sayı 2-dir. Yəni 24-ə bərabərdir. Növbətiyə baxıram. Arteriyalarını dövr edən qan növü 3-dür. Barmaqların sayı 10-u arxada 4-ü əvvəldə olmaqla 18-dir. Ürək boşluqlarında dövr edən qanın növ sayı 3 cürdür. Yəni ki, 3 cür olduğuna görə 6 24-ə bərabərdir. Burada isə arteriyalarında dövr edən qan növ sayı baxıram ki 3 cürdür. Çünki venoz qan daxa bilər, qarışıq qan daxa bilər, tərtəmiz qan daxa bilər. Ətraflarında olan barmaqların sayı 20 ədəddir. Pelusdakı ürək boşluqlarında dövr edən qan növünün sayı isə 3 fərqliliklədir. Bu da olacaq 26 dənə. Baxıram ki, 1 bərabərdir 2-yə, kiçikdirlər 3-dən və variantlarımda axtarıram ki, aid olacaq Y variantı 29. 30-da şəkildə quşun bir orqanlar sisteminə aid olan orqanlar təsvir edilmişdir. Baxırıq ki, sümük sistemidir təbii ki. Quşun verilən orqanlar sisteminin kütləsi, yəni sümük sistemi, döş əzələsinin kütləsinə baxın, burada əzələsinin deyir. Ona görə yazıram döş əzələsi, döş əzələsi. Döş əzələlərinin kütləsi isə digər əzələlərin ümumi kütləsinə bərabərdir. Burada uşaqlar sümük x-dırsa, döş əzələsi də x-dır. Amma növbətidə bizə deyir, döş əzələlərinin cəm şəklində deyir. Döş əzələlərinin deyirsə, mən bunu artıq 2x götürürəm. Bərabər edirəm digər əzələlərə. O da 2x-dır. Bir də deyirəm, quşun şəkildə verilmiş sistemi sümükdür. Sümük sistemi bərabərdir. Döş əzələsinin təkdə verilibdir. Döş əzələsinin, yəni bir döş əzələsi nəzərdə tutulur ki, onun kütləsinə bərabərdir. Sonra deyir ki, döş əzələlərinin, yəni artıq cəm şəklində x-i də nəzərdə tutulubdur ki, digər əzələlərin cəminə bərabərdir. Ümumi kütlələrinə bərabərdir. Əgər deyir, dayaq hərəkət aparatının kütləsi 300 qram olarsa, dayaq hərəkət aparatı deyəndə sümükdə nəzərdə tutulur. Döş əzələləri ümumi 2x nəzərdə tutulur. Digər əzələlər 2x tapmışdıq, nəzərdə tutulur. Bərabərdir 300-ə. Və x 2x 2x bərabərdir 5x, 300-ə bərabərdirsə, x-imizi də tapırıq ki, 60-a bərabərdir. Bizdə şəkildə verilən orqanlar sisteminin kütləsi neçə olar? Bayaq dediyimizə kimi sümük sistemi x-ə bərabərdir, yəni 60-a bərabərdir. 30-da cavabımız C variantı olar. Verilənlərdən hansılar yan xətt orqanı nəzərə çarpmır? Baxırıq ki, burada latimeriya balığı verilibdir. Burada nərə balığı verilibdir. Burada qızıl balıq verilibdir. Qızıl balıq verilmişdir. Sonra qarabel siyənək verilibdir. Qarabel siyənək verilmişdir. Sonra isə çəki balığı verilmişdir. Biz də bilirik ki, hansı balıqlarda yan xətt orqanına rast gəlinmir. Yan xətt orqanı olmayanlar qarabel siyənək, siyənək kimlər dəstəsinin nümayəndələrində yan xətt orqanı nəzərə çarpmır. Şəkildə verilmiş ağciyərlər aiddir qurbağalara.
triton və sürünənlərə aiddir. AB canlısı eyni dəstənin nümayəndəsidir. Biri quyruqlu dəstəsidir, biri quyruqsuz. Ona görə 32-də A yanlışdır. C canlısı sudaya yaşaya bilməz. Niyə su ilanları suda yaşadığına görə səhvdir. C canlısında qazlar mübadiləsi alveollarda gedir. Alveollar bilirik ki, belə deyək, məməlilərə aid olduğuna görə yanlışdır. A canlısı istiqanlıdır. A canlısı tritondur və soyuqqanlı canlıdır. B canlısının inkişafı dolayı yolla gedir. Əlbəttə ki, onların çömçəquyruq adlı sürfə mərhələsinə rast gəlinirdi və dolayı yolla gedirdi. Hansı mülahisə doğrudur? Daxili mayalanan bütün canlılar diri bala doğandır. Məsəl üçün, sürünəni misal göstərə bilərəm ki, mayalanma daxildə gedir, quşlarda da daxildə gedir, amma yumurta qoymaqla çoxalırlar. Bu fikir yanlışdır. Daxildə mayalanma gedib, diri bala doğada bilərlər, yumurta da qoya bilərlər. Kərtənkələnin sürfəsi yetkin fərdə bənzər fikri səhvdir. Və quşların diri bala doğan nümayəndəsi var fikri səhvdir. Hamısı yumurta qoyandır. Bütün məməlilərin dərisində tük örtüyü olur fikri səhvdir. Kərgədanlarda, fillərdə, bunlarda tük örtüyü yoxdur. Su ilanı ağciyərlərlə tənəffüs edir fikri əlbəttə ki, doğrudur. Ev itinin çiyin qurşağı bilirik ki, 2 kürəkdən ibarətdir. Kürək. Əgər deyir insanda olduğu kimi kürək plus körpücükdən, ibarət olsaydı, onda onun skeletinin bu şöbəsi neçə sümüklə bilavasitə birləşmə əmələ gətirərdi. Biz bilirik ki, insanda körpücük sümükləri döş sümüyü ilə birləşir. Kürək sümükləri isə birləşir bazu sümüklərindən birləşir. Yəni ki, 1, 2, 3, B variantı. Verilən canlı amfibidir. Ürək boşluğunda dövr edən qan növü ilə bədəndə dövr edən qan növü eynidir. Mən bu fikirlə razıyam. Və embrional inkişaf zamanı ürək qulaqcıqlarının sayı artır. Embrional inkişaf zamanı ürək qulaqcıqlarının sayı artır. Baxaq ki, əvvəl çömçəquyruğunda bir qulaqcıq, bir mədəcik olur, düzdürmü? Sonra isə postembrional inkişaf dövründə həqiqətən də qulaqcığın biri artır. Burada embrional fikir yazıldığına görə səhvdir. Və mayalanması daxilidir. Biz bilirik ki, qurbağalar kürlərini suya tökür və mayalanmaları da elə xaricdə getmiş olur. Arteriyalarında 3 növ qan axır. Bəli, arterial qan, venoz qan və qarışıq qan axmış olur. 4 fikri doğrudur. Onurğa sütunu 3 şöbədən yox, 4 şöbədən ibarətdir. Boyun, gövdə, oma, quyruq hissələrindən ibarətdir. 5 yanlışdır. Ürəyinin mədəciyində yarımçıq ara kəsmə yoxdur. Sadəcə mədəciyin içərisində çıxıntılar vardır ki, bu da qanın, belə deyək, müxtəlif istiqamətlərdə qarışmasına səbəb olur. Yəni, bəzi hissədə çox oksigenlə zəngin olmuş olur, bəzi hissədə daha çox qarışmış olur. Ona görə 6 da doğrudur. Cavab B variantıdır. Müəyyən ərazidə yayılmış Qafqaz xaçılızası, gürzə, zolaqlı kərtənkələnin cəmi 160 ədəd hərəkət orqanı var. Bu canlılarda olan caynaqlı barmaqların sayı 220-dir. Bilirik ki, Qafqaz xaçılızasında caynaqlı barmaq yoxdur, gürzənin ümumiyyətlə ətrafı yoxdur, söhbət zolaqlı kərtənkələdən gedir. Zolaqlı kərtənkələnin də 20 dənə barmağının 20-sində də caynaq var. Ona görə mən 220-ni bölərəm 20-yə. Taparam ki, zolaqlı kərtənkələdən sən demə, düz böldümsə 11 dənədir, bəli. Və burada ilanlar ümumi canlının 1/3-ni təşkil edirsə, neçə ilan olduğunu hesablayın. Və əlimizdə 160 dənə hərəkət orqanı var. Bayaq dedik ki, zolaqlı kərtənkələdə 11 zolaqlı kərtənkələnin 11 dənə kərtənkələnin cəmi 160 hərəkət orqanı var. Aha, necə edək? Bilirik ki, bir zolaqlı kərtənkələdə 4 dənə ətraf var, hərəkət orqanı var.
Bəs 11 dənə kərtənkələdə tapırıq ki, ümumilikdə 44 dənə kərtənkələdə hərəkət orqanı var. 160-dan 44-ünü çıxaram. Qalacaq nə qədər hərəkət orqanı? 6 və 1, 1. 116 dənə hərəkət orqanı qaldı ki, demək olar ki, bu Qafqaz xaçılcasına aiddir. Qafqaz xaçılcasında da 4 dənə ətraf olduğuna görə sayını tapmaq üçün 116-nı 4-ə bölərik, 2, 9. Deməli, 29 dənə Qafqaz xaçılcası var. Buraya yazıram 29 dənə. Baxaq ki, zolaqlı kərtənkələ ilə Qafqaz xaçılcasının ümumi cəmi neçəyə bərabərdir? Tapırıq ki, ümumi cəmi 40-a bərabərdir. Əgər 3də 1-i ilandırsa, deməli 3də 2-si Qafqaz xaçılcası ilə kərtənkələnin cəmiymiş. 3də 2-si 40 olan ədədi tapmaq üçün ədədi surətə bölüb məxrəcə vururuq. O da bərabərdir. 40-ı böləndə 2-yə 20, vuranda 3-ə 60 edir. Demək ki, necə eləyəcəyik? Ümumi say 60 dənəymiş. Qafqaz xaçılcası plus gürzə plus zolaqlı kərtənkələnin cəmi 60 dənəymiş. Amma baxmışdıq ki, bunun 40 dənəsi Qafqaz xaçılcası ilə zolaqlı kərtənkələdir. 40-ını çıxdıqda yerdə qalanı nəyə aid olacaq? İlanlara aid olmuş olacaq. Hansı canlıların qan dövranının sayı ürək kameralarının sayından bir vahid azdır? Qan dövranının sayı ürək kameralarının sayından bir vahid azdır. Belə deyək, qan dövranının sayı 1 olub, ürək kameralarının sayı 2 olan canlılar balıqlardır. Və ona görə də balıqları axtarıb tapaq. Xanı balığı 1. Sonra, məsəl üçün, qan dövranının sayı ürək kameralarının sayından bir vahid azdır. Başqa nə deyə bilərik? Məsəl üçün, adi göl qurbağasını desəm, xanı balığında bayaq dediyimiz kimi qan dövranı 1-dir, kamera sayı 2-dir. Deməli, 1-i götürdüm. Adi göl qurbağasında ürək kamerası qan dövranı 2-dir, ürək kamerası sayı 3-dür. Deməli, bunu da götürərəm. Çöl göyərçində qan dövranı 2-dir, ürək kamera sayı qan dövranı 2-dir, ürək kameraların sayı 4-dür. Demək ki, buradan nə isə yanlış getmədi. Hansı canlılarda qan dövranının sayı ürək kameralarının sayından bir vahid azdır? Qan dövranı xanı balığında 1-dir, ürək kamerası 2-dir. Adi göl qurbağasında 2-dir, ürək kamerası 3-dür. Bəli, bu doğru. Çöl göyərçində çöl göyərçində düz yazmışıq. 2 dənə qan dövranı var, amma ürək kamerası 4-dür. Yəni fərq 1 deyil. Bizdən 1 soruşur. Ona görə 5 deyil. Nil timsahında 2 qan dövranı var, 4 ürək kamerası var. Fərq 1 olmadığına görə bu da səhvdir. Sonra baxıram, zolaqlı kərtənkələdə həqiqətən 2 qan dövranı var. Ürəyi 3 kameralıdır, fərq 1 olduğuna görə 4-ü də götürürəm. Ev itində qan dövranı 2-dir, ürək kamerası 4 olduğuna görə fərq 1 deyil, ona görə altını çıxaram. 1, 3, 4 cavab D variantıdır. Yəni 37-də fərqin bir vahid olduğunu istəyirdi. Hansı canlının ürəyi 4 kameralı olsa da bədən temperaturu qeyri-sabitdir? Təbii ki, alligatorda timsahın başqa bir növüdür. Kərtənkələnin skelet sistemində olub, ev itində olmayan sümük hansıdır? Ev itində olmayan. Baxıram ki, bazu kərtənkələdə də var, ev itində də var. İncik sümüyü hər ikisində var. Boyun fəqərəsi hər ikisində var. Çanaq sümüyü hər ikisində var, amma körpücük sümüyü kərtənkələdə var, amma ev itində yoxdur. Xordalların ən cavan sinifinin nümayəndəsi təbii ki, quşlardan söhbət gedir. Quşlara aid yanlış fikri istəyir bizdən. Onurğa sütunu, bəli, quşlarda boyun, döş, bel, oma, quyruq 5 şöbədən ibarətdir. Bir qabırğası 4 sümüklə birləşmə əmələ gətirə bilər. Bəli, qabırğası əgər ortadadırsa, özündən əvvəlki, sonraki, arxadan döş fəqərəsinə, öndən döş sümüyü olmaqla 4 dənə birləşmə əmələ gətirir. Amma öndəkilər, məsəl üçün öndən birinci
qabırğaya baxsaq, arxadakı ilə birləşmə əmələ gətirir, arxadan döş fəqərəsi ilə, öndən döş sümüyü ilə 3 birləşmə əmələ gətirir. Yəni bu fikir doğrudur. Pulcuğa pəncə lüləsinin üzərində malik ola bilər. İki qat tənəffüs edir fikri doğrudur. Amma cüt aorta qövsünə malik olmaq isə sürünənlərə məxsusdur.